Salam hər kəsə, kanalıma xoş gəlmisiniz. Bugün bu videoda sizinlə birlikdə vision board hazırlayacağıq. Yəni arzularımızı, hədəflərimizi, gələcək planlarımızı hamısını bir yerə toplayacağıq. Əgər sən də həyatında nələrsə dəyişmək istəyirsənsə, daha aydın, daha məqsədli planlar qurmaq istəyirsənsə, doğru yerdəsən. Gəlin bu prosesə birlikdə başlayaq. İndi isə sizinlə özəl bir əşyamı, mənim sirrimi paylaşacağım. Mənim sirrim bu dəftərimdir. Hansı ki, içində çoxlu sirlər var. Gəlin baxaq, içində nələr var. Və bu dəftər nə üçündür? Mən vision boardla yanaşı eyni zamanda niyyətlərimi yazıram və tarix qoyuram və bütün bunların üstündə işləyirəm. Bunu necə edirəm? Gəlin necəsini sizinlə də bölüşüm. Kainatda hər şeyin bir titreşimi, enerjisi vardır. Eyni zamanda biz arzularımızı yazdığımız zaman onlar artıq maddələşir. Toxuna bilirsən, görə bilirsən və onun duyğusuna girirsən ki, ən önəmlisi də budur. Duyğuya girdiyimiz an o niyyəti, arzunu özümüzə çəkirik. Çox zaman deyirlər ki, karandaşla deyil, qələmlə yazın arzularınızı. Çünki qələmin enerjisi yüksəkdir və mən buna çox inanıram. Gördüyünüz kimi dəftərimə həm yazmışam, şəkillərini də çəkib, tarix qoymuşam və şükürlər olsun ki, hamısı öz vaxtında və zamanında asanlıqla reallaşır. Bəzən insan durur və düşünür, mən bu həyatda hardayam və hara getmək istəyirəm. Bugün sizə xəyal satmayacağım. Bugün sizə həyatımı necə qurduğumu göstərəcəm. Mən bu vision boardu boşuna hazırlamadım. Çünki artıq həyatımı təsadüflərə buraxmaq istəmirəm. Mən nə istədiyimi dəqiq bilirəm. Mənim dəyişmək istəmək səbəbim odur ki, bəzi məsələlərdə fərqindəliyim yarandı və araşdırmağa başladım. Bəzi məsələləri, suallar verməyə başladım özümə. Bu qədər çalışıram arzularım, niyyətlərim üçün, amma heç bir nəticə əldə etmədiyimi gördüm və özümə mən harda səhv edirəm sualını verdim. Mənim artıq yetər deməyimin səbəbi qurban psixologiyasında olduğumun fərqinə vardım və bundan qurtulmaq üçün hərəkətə keçdim. Bu sahədə peşəkar olan insanların Sərpil Ciritçi, Ayşə Tolqa kimi peşəkar kuantum mütəxəssislərini dinlədim və bununla mənim yolculuğum başladı. Demək olar ki, ancaq özümlə məşğul olurdum. Ətrafa özümü tamamilə qapatmışdım. Daxili aləmimi və özümü dəyişməkdə israrlı idim. Təbii ki, hər zamanki kimi sistem oxşar ssenarilərlə məni yoxlayırdı və çaşdırmağa çalışırdı. Ümidsizliyə düşdüyüm zaman isə olumlamalar dinləyirdim YouTube-da və ətrafımda həmişə həyatdan şikayət edən, pulsuzluqdan şikayət edən, ümumiyyətcə pessimist insanlarla arama məsafə qoyurdum ki, frekansım düşməsin. Mən bu tablonu fərqli hazırlayacağım. Sadəcə şəkillər deyil, eyni zamanda güclü olumlamalar da yazacağım ki, bunlar da çox vacibdir. 2026-cı ildə rus və ingilis dillərində sərbəst danışmağı niyyət edirəm. Rusca bilirəm, filmlərə baxıram rahatlıqla, amma danışa bilmirəm. Bu dillər mənim üçün sadəcə sözlər deyil, bu dillər yeni qapılar deməkdir. Bu niyyətim üçünsə bu cür olumlamalar yazıram. Mən hər gün daha yaxşı rusca və ingiliscə danışıram. Unutmayın, bu ən önəmlisidir. Gələcək zamanda deyil, ya indiki, ya da keçmiş zamanda bəhs edin arzularınızdan. Sanki olub bitmiş kimi, sanki yaşamısınız artıq bunları. Əgər gələcək zamanda danışsanız arzularınızdan, zihin daha vaxt var deyir və reallaşdırmır arzularınızı.
Mən sadəcə işləmək istəmirəm. Mən öz sistemimi qurmaq istəyirəm. Bu kanal mənim səsimdir və mən burada susmayacağam. Şəkildə gördüyünüz kimi 2 ədəd YouTube plaketi var. Səbəbi odur ki, mənim 2 kanalım var. İngiliscə və Azərbaycanca. Bir il ərzində 100.000 Azərbaycan, 1 milyon isə İngilis dilində olan kanalımdan abunə olmağı niyyət edirəm. Və siz də hələ də kanalıma abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olun. Mən bu abunələr üçün hədəf planı da çıxartmışam. Allahın izni ilə plana uyğun hərəkət etsəm, yazdığım hədəfə 1 ilin sonunda çatmış olacağam. Bu niyyətim üçünsə bu cür olumlama yazıram. Mənim işim böyüyür və stabil gəlir gətirir. Növbəti niyyətim hamımızın sevimlisi olan pulla bağlıdır. 2025-ci il şükür yaxşı oldu mənim üçün. Bundan daha yaxşı nələr mümkün deyərək bu stikeri də yapışdırırıq. Pul ilə bağlı bir çoxlarının səhv kodları var. Pul əl çirkidir, pul qazanmaq çətindir, pul ilə xoşbəxtlik olmaz və s. Mən isə demək istəyirəm ki, pul mənə sevgi ilə gəlir və sevgi ilə xərcləyirəm. Pul azadlıqdır. Pul mənim ailəmə, həyat keyfiyyətimə xidmətdir. Olumlama üçün isə yazıram ki, pul mənim həyatımda asanlıqla və halal yolla artır. Mən bolluq enerjisini qəbul edirəm. Mən dünyanı gəzmək istəyirəm, çünki dünya mənim üçün çox açıqdır. İlk olaraq isə Almaniyadan, xüsusən Berlindən başlayıram. Səbəbini bilmirəm, amma Berlində məni çəkən bir şey var. O sakitliyi, insanların kompleksiz olmağı məni ora getmək üçün həvəsləndirir. Xüsusən isə şəhərin gözəlliyi. Bu niyyətim üçün belə bir olumlama yazıram. Mən istədiyim ölkələrə rahatlıqla səyahət edirəm.
Mən bura gözəl bir ev manifestləyirəm. Geniş, fərah bir həyəti, bağçası olan bir ev. Bu bizim ən çox həyəcanlandığımız niyyətlərdən biridir. Allah istəyən hər kəsə gözəl ev nəsib etsin. Mən günlük həyatımda krem rəngləri dəhşət sevirəm. Həm təmizlik baxımından, həm də bu rəngləri gördükcə insanın ürəyi açılır. Pastel tonlarının bizim evimizə çox yaraşacağına əminəm. Bu səbəbdən də bu görünüşdə ev seçdim. Hər bir insanın evi onun sığınacağıdır. Mən rahatlıq içində yaşamağa layiqəm. Bu niyyətim üçün isə bu cür olumlama yazıram. Mən sevgi dolu, rahat və gözəl bir evdə yaşayıram. Beləliklə mən arzular panomu hazırladım, bitirdim və bütün hər bir niyyətin üzərinə tarix qoyub ona uyğun olumlamanı yazıram. Və mən bu arzular panosunu otağımda elə bir yerə qoyacağam ki, hər an onunla göz kontaktında olam və beləliklə mənim şüuraltıma hopsun tamamilə.
Siz bilirdiniz ki, sadəcə öz səsinizi dinləməklə arzularınızı sürətlə yaşaya bilərsiniz. Bunun üçün Play Market'e daxil olursunuz, Recorder Pro tətbiqini yükləyib keçid edirsiniz proqrama. Bütün niyyətlərinizi olmuş kimi, hal-hazırda yaşayırmış kimi səsinizi yazırsınız. Daha sonra isə saat işarəsinin üstünə klik edib istədiyiniz dəqiqəni seçirsiniz. Mən 60 dəqiqə seçirəm. Yuxuya getməyə hazırlaşdığınız zaman qoşursunuz səsi və 60 dəqiqə işləyir. Yuxuya gedən zaman isə şuur çəkilir. Eşitdiyiniz hər şey şuur altınıza birbaşa köçürülür və reallaşma sürətlənir. Mən telefonun ekranı üçün də Vision Board hazırladım. Bunun üçün Instagram Story-yə keçid edirəm. Divar kağızı olaraq bir şəkil seçirəm. Daha sonra ekranı yuxarıya sürüşdürüb foto yazısına klikləyib bir-bir şəkilləri seçib ekrana yerləşdirirəm. Daha sonra ya screenshot ya da save edib ekrana divar kağızı kimi qururam. Beləcə hər an göz önümdə olur Vision Board. Sizə bu il o qədər güclü Vision Board hazırladacağam ki, %100 hamısı reallaşmış olacaq. Bu cür püf nöqtələri sizə heç kim deməyəcək. Hər kəs kopyala yapışdır edir. Mən isə sizə arzularınızı yaşadacaq qarantili yol ilə aparıram. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və mənə dəstək olmağı unutmayın. Yeni vlogda görüşənədək hələlik.